Yaxın Şərqdə son hərbi qarşıdurmalar təkcə regional təhlükəsizlik məsələsi deyil, həm də qlobal güc balansının necə dəyişdiyini göstərən mühüm bir göstəricidir. Qərb mediasında yayılan məlumatlar, xüsusilə CNN tərəfindən təqdim edilən araşdırmalar İranın ABŞ-ın hərbi obyektlərinə qarşı həyata keçirdiyi zərbələrin həm miqyasını, həm texnoloji səviyyəsini diqqət mərkəzinə gətirir. Bu hadisələr artıq sadəcə bir müharibə epizodu kimi deyil, yeni dövrün hərbi siyasi reallıqlarının bir hissəsi kimi qiymətləndirilir. Məlumata görə İran müharibə zamanı Yaxın Şərqdə yerləşən 8 ölkədə azı 16 ABŞ hərbi obyektinə zərbə endirib. Bu obyektlər arasında hava bazaları, raket mərkəzləri və radar sistemləri də yer alır. Xüsusilə ABŞ-a məxsus Boeing E-3 Center tipli xəbərdarlıq və idarəetmə təyyarəsinin məhv edilməsi hadisələr strateji əhəmiyyətini daha da artırır. Bu zərbələrin ən diqqət çəkən tərəfi onun yüksək dəqiqliyidir. Qərb mənbələrinin vurduğu məlumata görə İranın son illərdə kəşfiyyatı və müşahidə imkanları əhəmiyyətli dərəcədə inkişaf edib. İddialara görə İranın 2024-cü ildə Çin istehsalı olan TS-04 adlı müşahidə peyçini əldə edib. Açıq mənbələrdə bu peyç barədə məlumatlar məhdud olsa da, analitik qiymətləndirmələrə əsasən onun xüsusiyyətləri aşağıdakı kimidir. Yüksək ayırt etmə qabiliyyəti, optik sensorlar, gecə və pis hava şəraitində müşahidə üçün radarlar. Belə peyç texnologiyaların dəyəri isə onun konfigurasiyasından asılı olaraq dəyişir. Qərb kosmik sənaye ekspertlərinin ümumi qiymətləndirməsinə görə bu səviyyədə hərbi və ya ikili təyinatlı müşahidə peyçlərinin hazırlanması və orbitə çıxarılması təxminən 100 milyon dollardan başlayaraq bir neçə 100 milyon dollara qədər yüksələ bilər. Bütün bunlar onu göstərir ki, müasir müharibə artıq yalnız say üstünlüyü ilə deyil, informasiya, texnologiya və koordinasiya ilə müəyyən olunur. İranın həyata keçirdiyi bu zərbələr isə Qərb analitiklərinin fikrincə təkcə taktiki uğur deyil, həm də yeni geosiyasi reallığın formalaşdığı göstərən əlamətdir. Bu reallıq isə güc balansının daha çevik, daha çox şaxəli və əvvəlkindən xeyli daha qeyri-müəyyən xarakteri daşıyır.